Azərbaycanın müqəddəs Taxtaşdakı səfiri İlqar Muxtarov səfirliyin inzibati ofisi barədə məlumat verdi. Bildirildi ki, səfirliyin inzibati ofisi müqəddəs Pyotr Bazilikasına aparan əsas küçü olan Via Consilione'də Vatikanın Apostol sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də müqəddəs Taxtaşda akreditə olunan bir neçə səfirliyin inzibati ofisləri də yerləşir. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikası ilə müqəddəs Taxtac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xəttlə inkişaf edir. Bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir. Müqəddəs Taxtacın dünyada 1 milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın müqəddəs Taxtac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin müqəddəs Taxtacda ilk rezident səfiri təyin olunub. Sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında iki tərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi apardılar.